Salam əziz izləyicilər, bir neçə gündür ki, beynəlxalq mətbuat, eləcə də yerli Azərbaycan mətbuatı Donald Trumpın, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın rəhbərliyi ilə Rusiya-Ukrayna müharibəsinin sona çatması və sülhün əldə olunması ilə bağlı plan hazırladığı barədə məlumatlar yer alırdı dünya mətbuatında. Amma həmin planın nədən ibarət olduğu bilinmirdi. Artıq plan hazırdır, hətta onun maddələri də açıqlanıb. Deməli, plan 28 maddədən ibarətdir. Associated Press agentliyi həmin planın artıq Kiyevə təqdim olunduğunu yazıb və onun maddələrini təqdim edib. Associated Press'in məlumatına görə Amerika prezidenti Donald Trump'ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəli layihə təklifi artıq Kiyevdə təqdim olunub. Washington və Moskva layihə üzərində birgə işləyib. Donald Trump'ın 28 bəndlik planını təqdim edirik. 1. Ukraynanın suverenliyi təsdiqlənəcək. 2. Rusiya, Ukrayna və Avropa arasında qarşılıqlı hücum etməməklə bağlı müqavilə bağlanacaq. Son 30 ilin bütün qeyri-müəyyənlikləri həll olunmuş hesab ediləcək. 3. Rusiya qonşu ölkələrə hücum etməyəcək və NATO'da daha da genişlənməyəcək. 4. Qlobal təhlükəsizliyi təmin etmək, əməkdaşlıq və gələcək iqtisadi inkişaf üçün imkanları artırmaq məqsədi ilə bütün təhlükəsizlik məsələlərini həll etmək və gərginliyin azaldılmasına şərait yaratmaq üçün Amerikanın vasitəsilə Rusiya ilə NATO arasında dialoq aparılacaq. 5. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq. 6. Ukrayna silahlı qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq. 7. Ukrayna öz konstitusiyasında NATO'ya qoşulmayacağını təsbit etməyə və NATO öz nizamnamələrinə Ukraynanın gələcəkdə qəbul edilməyəcəyi barədə müddəa daxil etməyə razıdır. 8. NATO Ukraynada qoşun yerləşdirməməyə razıdır. 9. Avropa qırıcı təyyarələri Polşada yerləşdiriləcək. 10. Amerikanın zəmanəti. Amerika Birləşmiş Ştatları zəmanət üçün kompensasiya alacaq. Ukrayna Rusiyaya hücum edərsə zəmanəti itirəcək. Rusiya Ukraynaya hücum edərsə qətiyyətli əlaqələndirilmiş hərbi cavab tədbirlərinə əlavə olaraq bütün qlobal sanksiyalar bərpa olunacaq. Yeni ərazinin tanınması və bu müqavilənin bütün digər üstünlükləri ləğv ediləcək. Ukrayna səbəbsiz olaraq Moskvaya və Sankt-Peterburqa raket atsa, təhlükəsizlik zəmanəti etibarsız sayılacaq. 11. Ukrayna Avropa İttifaqı üzvlüyünə uyğundur və bu məsələ nəzərdən keçirilərkən Avropa bazarına qısa müddətli güzəştli giriş əldə edəcək. 12. Aşağıda qeyd olunanlarla məhdudlaşmamaq şərti ilə Ukraynanın yenidən qurulması üçün güclü qlobal tədbirlər paketinə daxildir. Texnologiya, data mərkəzləri və süni intellekt də daxil olmaqla sürətlə inkişaf edən sənaye sahələrinə investisiya qoymaq üçün Ukrayna İnkişaf Fondunun yaradılması. Amerika Birləşmiş Ştatları Ukraynanın qaz infrastrukturunu, o cümlədən boru kəmərləri və sağlama obyektlərini birgə yenidən qurmaq, inkişaf etdirmək, modernləşdirmək və idarə etmək üçün Ukrayna ilə əməkdaşlıq edəcək. Şəhərlərin və yaşayış məntəqələrinin bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün müharibədən zərər çəkmiş ərazilərin bərpası üzrə birgə səylər olacaq. İnfrastrukturun inkişafı, minerallar və təbii sərvətlərin çıxarılması, Dünya Bankı bu səyləri sürətləndirmək üçün xüsusi maliyyələşdirmə paketi hazırlayacaq. 13. Rusiya qlobal iqtisadiyyata yenidən inteqrasiya olunacaq. Sanksiyaların ləğvi mərhələli şəkildə hər bir hal üçün ayrıca müzakirə ediləcək və razılaşdırılacaq. Amerika Birləşmiş Ştatları enerji, təbii sərvətlər, infrastruktur, süni intellekt, məlumat mərkəzləri, Arktikada nadir torpaq metallarının çıxarılması layihələri və digər qarşılıqlı faydalı korporativ imkanlar sahələrində qarşılıqlı inkişaf üçün uzunmüddətli iqtisadi əməkdaşlıq müqaviləsi bağlayacaq. Rusiya böyük səkkizliyə yenidən qoşulmağa dəvət olunacaq. 14. Dondurulmuş vəsaitlər aşağıdakı kimi istifadə olunacaq. Dondurulmuş Rusiya aktivlərinin 100 milyard dolları Amerikanın rəhbərliyi ilə Ukraynanın yenidən qurulması və investisiya qoyuluşuna yatırılacaq. Amerika bu layihədən əldə edilən mənfəətin 50%-ni alacaq. Avropa Ukraynanın yenidən qurulması üçün mövcud investisiyaların həcmini artırmaq üçün 100 milyard dollar əlavə edəcək. Dondurulmuş Avropa vəsaitləri açılacaq. Dondurulmuş Rusiya vəsaitlərinin qalan hissəsi müəyyən sahələrdə birgə layihələr üçün
Amerika-Rusiya investisiya mexanizminə yatırılacaq. Bu fond münasibətlərin möhkəmləndirilməsinə və münaqişəyə qayıtmamaq üçün güclü stimul yaratmaq məqsədi ilə ortaq maraqların artırılmasına yönəldiləcək. 15. Bu müqavilənin bütün müddəalarına əməl olunmasına təşviq etmək və təmin etmək üçün təhlükəsizlik məsələləri üzrə birgə Amerika-Rusiya işçi qrupu yaradılacaq. 16. Rusiya, Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsbit edəcək. 17. Amerika və Rusiya START müqaviləsinə daxil olmaqla nüvə silahlarının yayılmaması və nəzarəti haqqında müqavilələrin qüvvədə olma müddətini uzatmaq barədə razılığa gələcək. 18. Ukrayna nüvə silahlarının yayılmaması haqqında müqaviləyə uyğun olaraq nüvəsiz dövlət olmağa razılaşacaq. 19. Zaporojye Atom Elektrik Stansiyası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında istifadəyə veriləcək və istehsal olunan elektrik enerjisi Rusiya ilə Ukrayna arasında bərabər şəkildə bölüşdürüləcək. 20. Hər iki ölkə məktəblərdə və cəmiyyətlərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlılığını təşviq etməyə, irqçilik və qərəzin aradan qaldırılmasına yönəlmiş təhsil proqramlarını həyata keçirməyi öhdələrinə götürür. Ukrayna dini tolerantlıq və dil azlıqlarının qorunması ilə bağlı Avropa İttifaqı qaydalarını qəbul edəcək. Hər iki ölkə bütün ayrı-seçkilik tədbirlərini ləğv etmək, Ukrayna və Rusiya mediasının və təhsilinin hüquqlarını təmin etmək barədə razılığa gələcək. Bütün nasist ideologiyası və fəaliyyətləri rədd edilməli və qadağan edilməlidir. 21. Ərazilər məsələsi. Əsas da deməli məsələ buradadır. 21. Krım, Lugansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq. Xerson və Zaporojye təmas xətti boyunca dondurulacaq ki, bu da təmas xətti boyunca de facto tanınma deməkdir. Rusiya 5 bölgə xaricində nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edəcək. Ukrayna qüvvələri hazırda Donetsk vilayətinin nəzarət etdikləri hissəsindən geri çəkiləcək və bu geri çəkilmə zonası beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınan neytral silahsızlaşdırılmış bufer zonası hesab ediləcək. Rusiya qüvvələri bu silahsızlaşdırılmış zonaya daxil olmayacaq. 22. Gələcək ərazi razılaşmaları barədə razılığa gəldikdən sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc yolu ilə dəyişdirilməməyi öhdələrinə götürür. Bu öhdəliyin pozulması halında heç bir təhlükəsizlik zəmanəti tətbiq olunmayacaq. 23. Rusiya, Ukraynanın Dnepr çayından kommersiya fəaliyyəti üçün istifadəsinə mane olmayacaq və Qara dəniz üzərindən taxılın pulsuz daşınması barədə razılaşmalar əldə ediləcək. 24. Həll olunmamış məsələləri həll etmək üçün humanitar komitə yaradılacaq. Bütün əsirlər və meyitlər hamının hamıya prinsipi ilə dəyişdiriləcək. Uşaqlar da daxil olmaqla bütün mülki şəxslər və girovlar qaytarılacaq. Ailələrin birləşməsi proqramı həyata keçiriləcək. Münaqişə qurbanlarının əzablarını yüngülləşdirmək üçün tədbirlər görüləcək. 25. Ukrayna 100 gün ərzində seçkilər keçirəcək. 26. Bu münaqişədə iştirak edən bütün tərəflər müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv alacaq və gələcəkdə heç bir iddia irəli sürməmək və ya şikayətə baxmamaq barədə razılığa gələcəklər. 27. Bu razılaşma hüquqi cəhətdən məcburi olacaq. Onun icrası Prezident Donald Trump'ın rəhbərlik etdiyi Sülh Şurası tərəfindən izləniləcək və təmin ediləcək. Pozuntulara görə sanksiyalar tətbiq ediləcək. 28. Bütün tərəflər bu memorandumla razılaşdıqdan sonra atəşkəs hər iki tərəfin razılaşdırılmış nöqtələrə geri çəkilərək sazişin icrasına başlanmasından dərhal sonra qüvvəyə minəcək. Deyildiyi kimi bu plan deməli Rusiya ilə Amerikanın birgə deməli yazdığı planda hər halda belə deyilir. O deməkdir ki, yəni Moskva, Rusiya tərəfi bu plandan razıdır, amma Ukrayna tərəfi konkret olaraq bu plana hələlik mövqeyini, açıq şəkildə mövqeyini bildirməyib. Bu arada ATƏT-in deməli fəaliyyətlər olan sədri, Finlandiyanın xarici İşlər naziri Elina Valtonen bu deməli mətni kəskin tənqid edib və hətta həmin deməli mətnin sanki Moskvada yazıldığı deməli fikrini bildirib. Elina Valtonen qeyd edib ki, əgər Amerikanın sülh planı mətbuatda təsvir olunduğu kimidirsə, bu cür şərtlər Ukrayna və onun Avropadakı tərəfdaşları üçün qəbul edilməzdir. Bu plan sanki Moskvada yazılıb. Onlar
BMT nizamnaməsini açıq şəkildə kənara atır deyə Finlandiyanın Xarici İşlər Naziri ATƏT-in fəaliyyətinin sədri bildirir. Biz Ukraynada ədalətli və davamlı sülh istəyirik və artıq 4 ildir bu məqsədə nail olmaq üçün çalışırıq deyə o əlavə edib.